Bununla yanaşı Naxçıvanda Gümüşlü yatağı, bu kimi yataqları biz deməli polimetal yataqlarına nümunə göstərə bilərik. Digər bir filiz faydalı qazıntılardan civəni nümunə göstərə bilərik. Civə yatağı da yenə də ən çox Laçın və Kəlbəzərdədir. Kəlbəzər rayonu ərazisində Ağyataq, Şorbulaq və Lefçay yataqları, Laçın rayonu ərazisində Narzanlı və Gilgitçay yatağı və Culfa rayonunda isə biz təbii ki Kəsəndağ yataqlarını Azərbaycanın ən böyük mis yataqlarına nümunə göstərə bilərik. Digər bir təbii sərvət Azərbaycanda qızıldır. Təbii ki qızıl da Azərbaycanda kifayət qədər çoxdur və qızılın ən geniş yayıldığı ərazilərə biz Kəlbəzərdə yenə də Zod və Söyüdlü yataqları nümunə göstərə bilərik. Ağdərədə Qızılbulaq yatağı nümunə göstərə bilərik. Gədəbəydə Qoşa və Zəngilanda isə Vejnəli yataqları nümunə kimi göstərə bilərik ki, bunlar Azərbaycanın ən böyük qızıl yataqlarıdır. Bu qeyd etdiklərimiz yanar faydalı qazıntılar və filiz faydalı qazıntılar idi. İndi bəzi belə deyək, çökmə suxurlarda yaranan digər qeyri-filiz yataqlarına baxaq. Bunlardan biri kükürt kalsedanıdır. Kükürt kalsedanı Azərbaycanda əsasən Çıraqdərə, Toğanalı kimi yataqlardan təmsil olunur və hər ikisi Göygöl rayonu ərazisində yerləşir. Göygöl rayonu ərazisindədir. Digər bir yataq Seolit yatağıdır. Seolit yatağı Azərbaycan Respublikasında Tovuz rayonundadır və Ağdağ yatağında əsas yerləşir. Daha sonra biz bentolit gilindən danışa bilərik. Bentolit gili Azərbaycanda Qazax rayonunda Daşsalahlı yatağındadır və bu bentolit gilindən əsasən metallurgiya sənayesində geniş şəkildə istifadə olunur. Yəni qəliblərin hazırlanmasında istifadə olunur, çünki bu oda çox davamlıdır. Daha sonra biz gips yataqları haqqında danışa bilərik. Gips yataqları Azərbaycanda ən geniş yayılıb Goranboy rayonu ərazisində və Goranboy rayonunda yəni biz bu yataqlara daha çox rast gəlirik. Ən böyük yatağı da Ağzəkənd yatağıdır. Mərmər, yəni Azərbaycanda mərmər ehtiyatları da yayılmışdır. Mərmərin ən geniş yayıldığı ərazilərə biz Daşkəsən rayonunu, Qubar rayonunu, daha sonra Ağdam rayonunu, Naxçıvanda isə Şərur rayonunu nümunə göstərə bilərik. Digər bir təbii sərvət travertin yataqlarıdır və Azərbaycanda ən böyük travertin yataqları yenə də Naxçıvan ərazisində, Kəngərlidə və yenə də Kəlbəzərdə İstisu ərazisində biz rast gələ bilərik. Perlit yataqları, perlit yataqlarına biz yenə də Kəlbəzər ərazisində,